Bence indi kainatın en vacip suallarından biridir herkesin karşısında. Süni intellekt, AI, proqramçını bugünkü gündə əvəz edirmi ya yox veya edəcəkmi ya yox? Deyirəm bəlkə özündən soruşaq. ChatGPT-nin özündən soruşam ki, ey ChatGPT, mənə de görüm, AI artıq mən insanı, mən proqramçını əvəz edibmi ya yox? Yoxsa gələcəkdə sənin belə bir planın varmı? Əlbəttə, bu çox maraqlı sualdır. Mənim özümü belə bir nöqtədən dəyərləndirməyim biraz yumoristik ola bilər. Amma reallıqda süni intellekt hələ ki insanı tam əvəzləmək üçün deyil, daha çox insanlara dəstək olmaq üçün var. Mən sənin kimi proqramçılara kömək edə bilərəm, fikirlərini genişləndirə bilərəm, amma səni əvəz etmək üçün yox. Gələcəkdə də daha çox köməkçi, yaradıcı tərəfdaş kimi qalmalı hədəfləyirəm. Gördüyünüz kimi özü vurğulayır. Hələ ki yox. Mən inanıram ki, gələcəkdə nə olur olsun, yenə də bizi əvəz etməyəcək, amma hədəfi bizə köməkdir. Hədəfi mənə assistent olmaqdır. Sizlər bunu qəbul etməlisiniz. Təklif edirəm, bir də Google'ın AI assistentindən soruşaq, görək ki, o mənə Gemini nə deyər. Gemini, mənə de görüm, süni intellekt mən proqramçını artıq tam əvəz edir ya yox və yaxud da ki, gələcəkdə edəcək ya yox. Süni intellekt həqiqətən də proqramlaşdırma sahəsində böyük dəyişikliklərə gətirir. Amma proqramçıları tamamilə əvəz etdiyini demək olmaz. Süni intellekt bəzi tapşırıqları avtomatlaşdırır, kodu daha sürətli yazmağa və səhvləri tapmağa kömək edir. Lakin kreativlik, kompleks problemlərin həlli və strateji düşüncə kimi məsələlərdə hələ də insanın rolu vacibdir. Gələcəkdə də süni intellektlə proqramçıların birlikdə işləməsi daha çox ehtimal olunur. Bir fikir verin, bu süni intellekt belə yenə də hələ də deyir. Öz aramızda hədəfləri həqiqətən də bizi keçməkdir. Deyərdim, amma yenə də hər şey insanın əlindədir. Belə bir şey olmayıb, olan da deyil. Qocaçılar, salamlar, necəsiniz? Mən bugün süni intellektlə çox başqa bir söhbət aparmaq istəyirəm. Bu dəfə onun özündən öyrənmək istəyirəm ki, o mənə dosturmu, düşmandırmı, mən proqramçıya assistentdir, yoxsa tam məni əvəz edir. Bu çox maraqlı bir mövzudur və üstəlik də ki, təzə proqramlaşdırma dünyasına qədəm qoyanlar üçün bu bir tərəddüddür. Mən başlayayım mı? Yoxsa süni intellekt var deyə mən tam başqa sahəni seçim. Söhbət Time-da məhz bugün bunu araşdırıb öyrənmək istəyəcəyik. Bilirsiniz, 2026-cı il üçün süni intellekt versiyası, süni intellekt fərqliliyi, süni intellektin hər sahədə varlığı bugün bizlər üçün inkişafdır. Və hər bir halını məhz söhbət Time-da bugün danışmaq istəyirəm. Bizlər 2026-da süni intellektdən elə istifadə edirik, bacaran o kəslər ki, işimiz qat-qat çox irəliyə gedib və çox maraqlı sahələrdə süni intellekt bugün Azərbaycanda özünü artıq göstərir. Söhbət Time-da çox maraqlı süni intellektlə söhbətimiz də olacaq və onun barədə də danışacaq. Belədir ki, yaxın durun. Süni intellekt doğrudan da bizi əvəz edir ya yox? Getdik. Gəlin bilirsiniz nədən başlayayım? Süni intellektin bugün Azərbaycanda 2026-da hansı sahələrdə artıq tətbiq olunur və ayaq açıb gedir. İstər proqramlaşdırmada, istər incəsənət, istər dizayn, istər video dünyasında sadalayıb bitirə bilməyəcək qədər bir çox sahədə artıq süni intellekt var. Və mən gördüklərimin içində başa düşürəm ki, baxa, nə qədər qabağa getdi, süni intellektlə düzgün rəftar edən istənilən sahə, düzgün. Çünki o bizə köməkdir. Əvvəl də işimizi gözəl bilirdik, amma süni intellekt gəlməklə tam başqa olub. Bir neçə sahələri sadalayım və tətbiqini də görmüşəm deyə onları da sizə deyim. Sizləri bilmirəm, amma mən cavan yaşımdan teatrlara gedirəm. Bugün də gedirəm, tamaşalara gedirəm. Azərbaycanda qurulan, səhnələşdirən hər şey nə varsa gedirəm. Şou proqramlar varsa çox maraqlı, onlara da gedirəm və bu mən bildiyim klassik, ölməz tamaşaların bugün tətbiqində həm də süni intellekt artıq yer edilib. Çox gözəl, çox maraqlı alınıb. Hansısa bir şou keçirilir, hansısa bir tamaşa keçirilir. Teatrlarda süni intellekt artıq istər səs kimi, istər video kimi çox
düzgün formada tətbiq olunur. Mən son getdiklərimdə görmüşəm. Eyni zamanda Heydər Əliyev sarayında da tamaşalar qurulur. Hansı xarici bir qastroldan gələn teatr olur və onun bugün tətbiq elədiyi səhnə tərtibatı birbaşa süni intellektlə arxa fonda dayanan ekrana birbaşa gözəl formada. Biraz video, biraz şəkil, biraz səs və bunların hamısı süni intellektlə əldə olunması və tamaşaçılara daha maraqlı formada təqdim etməsi bugün çox həddən ziyadə maraqlıdır. Və deyirsən ki, ayda nə maraqlıdır. Demək olar ki, səhnəyə içinə gətirməmsən, amma bir ekran vasitəsilə çox şeyi ötürürsən. Ekran arxada öz işini görür, amma səhnədə aktyor öz işini. Aktyoru heç vaxt süni intellekt əvəz eləməz. Heç vaxt. Düzdür, çox maraqlı deyəlim fizikaya sahibdir artıq. Videoları görürsünüz, TikTok'da qarşınıza çıxır süni intellektin 5 saniyəlik və ya 10 saniyəlik bugünkü imkanı sənə şərait qurur ki, bir shorts yaradasan 1 dəqiqəlik və maraqlı bir deyərdim video roliklər düzəldə bilirsən və orada nəysə qaldırır, tullanır, nə bilim uçur. Bunlar hamısı bir fizikadır, amma maraqlı, həddən ziyadə maraqlı bir şeydir. Buradan suya tutan bir zərbə deməli zərbə yetirir, suya bir hər hansı bir hərəkət edir. Su da cavabında eyni zamanda əksini göstərir. Su da cavabında bir fiziki çox maraqlıdır. Orada bir fizika var. Fiziki mən görürəm ki, bir əksi var. Yəni nətər olur? Bu real deyil. Bir var mən real suya hər hansı bir deyək ki, hərəkət edim, əlimi vurum və orada yayılsın suda əlimin deməli təsiri. Amma videolarda çox maraqlıdır. Təsəvvür edin ki, həmin bu effektlər, həmin bu imkanlar teatrlarda, show proqramlarda bir çox yerdə var. Mən gedirəm və deyirəm, İlahi, nə gözəl, düzgün yerdə tərtib olunub, nədir aktyorun o göstərmək istədiyi, vurğulamaq istədiyi daha da vəhdət olub bizlərə ötürülsün. Möhtəşəm bir şeydir. Aktyoru əvəz eləmir, amma səhnəyə maraq qatır. Məsələn, süni intellektin başqa tətbiqini deyim. Yəni, standart bildiyimiz təhsildən, maliyyədən danışmıram, proqramlaşdırmadan danışmıram. Teatr kimi qarşınıza çıxıbsa nə gözəl, qeyri-adi və bugünkü gündə tətbiq olunacaq sahələrdən danışmaq istəyirəm və qarşıma da çıxıb, özüm də görmüşəm və yaxud da ki, layihəsində iştirak etmişəm. Məsələn, moda dünyası bugün süni intellektdən çox maraqlı formada istifadə edir. Təsəvvür edin ki, bugünə kimi çıxmış bütün brendlərin, onların bugünə qədər çıxartdığı kataloqda olan geyimlər, şəkillər, onlara istinad olaraqdan çox maraqlı bugün yeni eskizlər, yeni dizaynlar tərtib edilir. Tərtibatında süni intellekt iştirak edir. Rəng seçimində bugün rəng uyğunluğu çox həddən ziyadə çox maraqlı və ciddi bir mövzudur və hər bir dizayner bu işdə o qədər də peşəkar deyil və təsəvvür edin ki, bir köməkdir. Üstəlik də ki, süni intellektdə deyirsən ki, çalış mənə unikal məhsul olsun. Yəni deməsinlər ki, bu filan brenddə artıq var idi. Bu brendi və yaxud da ki, bu kimi brendləri mənə xahiş edirəm, incələ, bax və tam fərqli bir şeyi təqdim et və yaxud da ki, mənə bir ideya ötür, mən onu çəkim, düzəldim və s. və ilə axır. Bugün moda da süni intellekt elə tətbiq olunur ki, gəl görəsən, hələ üstəlik də ki, bu kəsim işlərində, bu tikişlərdə və s. və ilə axır, mən bu sahənin az da olsa şahidi oldum və dedim ki, gözəl, möhtəşəm işlə məşğulsunuz. Yəni, o tərəfində yoxam, amma tanışların bu işi tətbiq etməsində və hansı modellərə, hansı işlərə keçid alıblar və xaricdə də bu necə təşkil olunur, demək olar ki, az da olsa gördüm və dedim, ay Allah, nə gözəl, bizim ölkəmizdə belə bir şeylərin tətbiqi heyrət amizdir. Mən belə şeyləri çox sevirəm. Sizə nədən danışım? Deməli, kulinariyada olan süni intellektin tətbiqi. Bu da qeyri-adidir. Yəni, ancaq bu sahəni görən, bu sahədə yaxın olan bilir. Təsəvvür edin ki, ingredientləri verirsən.
Təsəvvür edin ki, və yaxud da ki, hansısa bir köhnə, unudulmuş bir reseptə yönəlmək istəyirsən, hansısa tapılmayan bir yeməkdəki olan ingredienti nə ilə əvəz edə bilərsən və s. və ilaxır, artıq bunlarda süni intellekt çox qabağa gedib. Təsəvvür edin ki, dadların belə uyğunlaşmasını süni intellekt artıq bilir və tətbiq edir. Və bu gözəl bir şeydir. Amma mən gəlin bir də proqramlaşdırmadan danışım. Siz inanmarsınız amma nə qədər suallar gəlir və ən çox da süni intellektdən. Müəllim, mən proqramlaşdırmaya başlamaq istəyirəm, amma ətrafım hər kəs deyir ki, eləmə. Süni intellekt artıq proqramçıları əvəz edir. Sənin ora bir də getməyin heç ehtiyacı yoxdur. Bugün süni intellektlə daha nələr yaradılmır, sən orada nə işin var deyə mənə dostum proqramlaşdırmaya girmə deyir. Haqlıdırmı dostum? Deyə suallar yazırlar. İlahi, mən hər kəsi anlayıram, amma buradan mən belə başa düşürəm ki, sual bütövlüklə bir dənədir. Məni süni intellekt proqramlaşdırma dünyasında artıq bugün 2026-cı ildə əvəz edir ya yox? Mən bu işə keçid alım ya yox? Mən düşünürəm ki, yorulmaram eyni şeyi dəfələrlə təkrar etməyə. Süni intellekt mənə assistentdir. Amma məni heç vaxt əvəz etməz. Heç vaxt. Belə bir şey yoxdur. Olmuyor və olmayacaq da. Baxmayaraq ki, hər ikisindən soruşdum. İkisi də deyir ki, hələ ki. Çox maraqlı bir şeydir ki, onlar nə haqla hələ ki deyir, amma doğrudan insanı heç vaxt əvəz etməz. Və təsəvvür edin ki, proqramlaşdırmaya gəlmək lazımdırmı bugünkü süni intellektin qışqıran dönəmində? Bəli, ələxüsusda elə bugün proqramlaşdırmaya gəlmək lazımdır. Niyə? Çünki gələcəyinə süni intellektin daha güclü bir, deyək ki, institutu olacaq, daha güclü bir akademiyası olacaq. Yəni süni intellektin mühəndisliyinə gedən bir aparan yol olacaq bu Azərbaycanda. Çünki başqa ölkələrdə var artıq və o ölkələrdə bilirlər ki, süni intellektin pərdə arxası riyaziyyatdan başqa işlə deyil. Ali riyaziyyatdır, düsturdur, ehtimal nəzəriyyəsidir. Eyni zamanda onsuz da bizim gördüyümüz kimi süni intellekt mənim yazdıqlarımı, mənim bildiklərimi, mənim çəkdiklərimi görmür. O hər şeyi piksellərlə, rəqəmlə, sıfırla, birlə başqa heç nə bir şey görmür. İndi siz təsəvvür edin ki, bunu nətər öyrədiblər? Bu modeli nətər deməli üzə çıxardıblar ki, öyrədiblər maşın öyrətmək yolu ilə ki, sən demə bax, mən bir şey istəyirəm, onu mənə verir. Mən insan vermişəm, ancaq üzdən vermişəm. İndi də xahiş edirəm, yandan göstər. Əlində tutalım siqaret var, yığışdır, əlində gül olsun. Təsəvvür edin ki, bunların heç birini o çəkmir. Orada böyük bir riyazi varlıq var, böyük bir analiz var. Şəkillərin ağ-qara vəziyyətini tez öyrənir və s. və ilaxır. Başdan ayağa çox maraqlı bir iş var. Amma bunlar hamısı proqramlaşdırmadır. Süni intellekt sənin arxasında bir application'dır, bir software'dır, bir proqram məhsuludur. Onu yazanlar var, ona əlavə qoşma edənlər var. Bu mühəndislikdə proqramlaşdırma dayanır. Bu mühəndislikdə riyaziyyat anlayışı dayanır. Və siz düşünürsünüz ki, süni intellekti gəl verim qabağa, özüm heç nə öyrənməyim, o mənim üçün hər şey edəcək və yəqin ki, onun verdiyi ən düzgün variantdır düşünürsünsə, yanlış. Elə bir şey yoxdur. Süni intellekti bugün sevirsənsə, elə bu səbəblə də proqramlaşdırmaya gəlmək mütləqdir. Gəlin mən sizə real öz həyatımdan bir misal deyim və həqiqətən də paylaşmaq istədiyim bu yaxınlarda baş verəndir. Mənim bir dostum var, mühasibdir və öz mühasibat işlərinin hamısını çalışır avtomatlaşdırsın. Çox çətin bir işdir əslində. Deməli, bir neçə şirkətlərlə işləyir. Hər şirkətin öz hesabat dövrü var, görəcəyi işlər var. Bunu özünə nizam, intizama salıb, nəyi, nə vaxt, necə edəcəyini təşkil etmək istəyir. Nəyi artıq edibsə bilmək istəyir, nəyi etməlidir görmək istəyir. Yəni, bir sözdən çox maraqlı bir iş görmək istəyir. Hətta bir ara mənə də yönəlmişdi ki, bunu etmək olar. Deyirəm, olar. Buna bir maliyyə baxır, buna bir zaman baxır, buna bir test lazımdır və s. və ilaxır. Üstəlik ki, ideyası hələ o qədər tam deyildi və indi bu saat həmin mühasib dostum mənə baxırsa ki, inanmıram baxa, o bilir ki, söhbət ondan gedir və təsəvvür edin ki,
Bu yaxınlarda mənə yazır ki, bəs mən yaratdım. Əslində o kompüterlə dostdur, süni intellektlə yaxşı pis dostdur, amma bu dəfə çox maraqlı bir iş görüb və hətta ChatGPT-yə o cadu piti deyir. Çox maraqlı bir deməli ad qoyub cadu piti. Deyir mən cadu pitidən axır ki bir application aldım. Olarmı sən də baxasan və bilirsiniz nəyə görə bu söhbəti açıram? Doğrudan da bu süni intellekt məni proqramçı kimi əvəz edə bilir ya yox. Bəlkə də bu məhsulu görməsəydim, deyərdim ki, nə bilim gərək ki test edək. Amma bu məhsulda mən artıq cavabımı bilirəm. Sağ olsun mənim mühasib dostum. Deyirəm göndər baxım. Və əldə elədim ki, dostum proqramlaşdırmada sıfırdır və hansı dildə qurulacağı onun üçün fərqi də yoxdur. Amma süni intellektə bir məsələ qoydu, süni intellektin qərarı bunu Pythonda etmək oldu. Nə gözəl. Bu məhsul məndədir. Mən daha dərin araşdırmamı etməyə cəhd etdim, deməli çalışdım və artıq qoşmuşam. Layihəyə baxıram. Deyim, ay Allah, bu həm webdədir, bu həm demək SQLite verilənlər bazasındadır. Portativdir və admin tərəfi qurulub, login şifrə var və s. və ilaxır. Yəni görürsən ki, məhsul ortada. Amma içinə baxırsan, deməli login şifrə ilə daxil oldum onun məhsuluna, bir analiz elə bax. İnterfeys o deyil. İşləyir amma. Əsas da dostum üçün nədir işləsin, işini görsün. İşləyir. Amma o deyil. Onu heç bir proqramçı elə onu verməzdi. Amma bu belə öyrədilib də. Bu sözü gedən proqramlaşdırma məhsulunu, application'ı verən belə öyrədilib. Əlavə etmək lazımsa ancaq belə verə bilir. Redaktə etmək lazımsa tam başqa bir narahat formada, amma yenə də işləyir. Silmək desə və s. və ilaxır. Yəni bir sözlə heç bir proqramçının yazmayacağı, amma yenə də işləyən bir formatda verib. Dostum şad və xürrəmdir. Sevinir ki, onun axır ki bir məhsulu var. Mən isə deyirəm ki, ilahi bu məhsul doğrudan da işləyir. Hətta dostumun heç xəbəri də yoxdur ki, belə bir modul mövcuddur. Pythonda belə bir kitabxana var, bu belə işləyir və bir interfeysi verir. Sənin arxası Python işləyir, sənin arxası SQLite işləyir. Amma gəl ki, o klasslar bölgüsü, o icra yönəlməsi, bilirsiniz, hər şey yığıb bir yerə, hamısını sıxıb bir fayla ya da bir iki fayla və işin özünü verir. Vəssalam. Düzdür. Bu həmin dostum üçün gözəl məhsuldur. Amma istənilən başqa bir proqramlaşdırma dünyası üçün o deyil. Bizlər belə yazmırıq. Hələ bu asistentin öyrənməsinə çox var. Amma artıq o bilir də, verilənlər bazasına bir məhsulu atmaq üçün nə etmək lazım? Orada məhsulu götürmək üçün nə etmək lazım? Onu redaktə etmək lazım olsa nə lazım? Amma interfeysi ki verib, görüntünü ki verib, o deyil. Heç bir proqramçı elə qurmaz. Və onda başa düşdüm ki, yox o bilir ki web interfeys var, o bilir ki Python proqramlaşdırma dili var, o bilir ki əlavə etmə, silmə, redaktə var, amma o bilmir ki bu necə daha düzgün qurulmalıdır və onun bilməsinə hələ var. Və insanın etdiyi, qurduğu, təşkil etdiyi nə varsa süni intellekt etməyəcək. Amma əlindən gələni edəcək ki, maşın öyrədilmə metoduyla bu süni intellekt yenə də mənə yaxın olaraq işi təşkil etsin. Çox çalışacaq, çox çaba göstərəcək, amma o mənə assistentdir. Mənim gördüyüm, mənim gözəl gördüyüm, mənim beynimdə analitik düşünərəkdən interfeys, görüntünü, şəraiti düzgün şəkildə təqdim etmək kimi onun belə bir bacarığı yoxdur, olmayacaq da. Olmayacaq. Çox yaxın olmağa cəhd edəcəm, olmayacaq. Ona görə də proqramlaşdırmanı öyrənməyə dəyərmi bugünkü gündə? Bugünkü gündə bəlkə əvvəl o qədər də dəyməzsə, bugün tam lazımdır. Süni intellekt bizlərdən öyrənir və öyrənməyə də davam edəcək. Bugün süni intellektdə yaxın olmaq istəyən kəs proqramlaşdırmanı gözəl bilməlidir. Onun başqa variantı yoxdur. Nə yalan deyim, deməli mənim tələbələrim süni intellektdən istər-istəməz çox
ciddi şəkildə istifadə edirlər və bu normaldır, qəbul ediləndir, düz edirlər. Amma eləsi var ki, ifrat dərəcədə yanlış istifadə edir. Eləsi də var ki, onun istifadəsi ona ancaq fayda verir və başqa bir şey yox. Məsələn, Pythonda, JavaScriptdə ya PHP-də nəsə öyrənib və deyir ki, ey süni intellekt, fərqi yoxdur, bu ChatGPT-dir, fərqi yoxdur, bu Gemini-dir, fərqi yoxdur, bu kimdirsə. Soruşur ki, mənə bir neçə sual ver və çalışım ona cavab verim. İstər quiz formatında, istər sadəcə bir mənə suallar çoxluğu at, mən çalışım ona cavab verim, öz üzərimdə işləyim və ya da ki, mənə təsadüfi bir neçə süni olaraq mənə deməli suallar ver, string metodları barədə. Mən də öz üzərimdə düşündüm ki, oradan adını verdi, bu neyinir? Çalışım buna özümdə cavab verim. Yəni bir sözlə özünü inkişaf etdirir ChatGPT vasitəsilə. Nə gözəl, əla. O tələbələrə afərin. Amma elə tələbələrim var ki, qarşısını tez alıram. İndidən deyirəm. ChatGPT-dən çox böyük bir istəkləri olur. Mən Pythonda bunu yaz. Sanki onun o koduna baxıb onun kimi yazmaq istəyəcək və yaxud da ondan daha yaxşı. Nəsə bir neçə kodlar istəyir və o kodlara ilahi varlıq kimi baxır və deyir, varsa budur, yoxsa deməli yoxdur deməkdir və orada tez onu deyirəm ki, belə deyil. Sənə heç bir süni intellekt düzgün formada belə yaz deməyəcək. Sadələrdə deyəcək, ilk addımlarda demək olar ki, hamı eyni yazır. Amma mürəkkəbə gedən yolda belə olmayacaq. Və sən indidən hər bir addımını kod yazmağı öyrənmək naminə ChatGPT-dən və yaxud da ki, başqa bir süni intellektdən istəmə. O sənə verdiyi ilahi varlıq deyil, o sənə verdiyi qanun deyil, o sənə verdiyi nümunə deyil, o sənə verdiyi özü öyrəndiyidir. Özü necə öyrənib, bugün hansı versiyada bunu öyrənib, yəni bu demək deyil, sən də onu elə yazmalısın. Çünki ChatGPT bugün 5.2, 5.3 versiyasındadırsa, deyək ki, Gemini 3-cü versiyadadırsa və ya da ki, başqa süni intellektdə hansısa versiyadadırsa, o bugün belə cavab verir. 2-3 versiya sonrası tam maraqlı, tam başqa bir formada verəcək. Amma sən getdin bundan qabaqki versiyaları öyrənin, düşündü ki, budur ali, uca varlıq biliyi, mən bu yolla gedəcəm. Tez qarşısını alıram ki, yox elə deyil. Elə deyil, yanlışsan. Sən ondan öyrənmə, ondan yararlan, ondan ilhamlan, amma onu kopyalama, onu müəllim bilmə, onun kodunu standarta salma. Düz deyil. Və ona görə də o ki, sual verirlər, süni intellekt var. Mən bir də proqramlaşdırmaya niyə gəlim? Gəl, rahat gəl. Çünki süni intellekt sənin öyrəndiyin qədər, sənin yazdığın qədər nə bilir, nə də öyrənib. Ona görə də tələbələrimə deyirəm, öz inkişafın naminə süni intellektdən istifadə et, yararlan, tətbiq et. Amma öz var olan dəyərli biliyi 2 saniyədə süni intellekt vasitəsilə körlama. O sənin üçün müəllim deyil. Ona görə də nə olur olsun, addım ba addım düzgün gələndən sonra gələcək onsuz da gözəldir. Prompt dünyası var, prompt engineering var, AI mühəndisliyi var, çox maraqlı şeylər var gələcəkdə. Amma bu proqramlaşdırma dünyasını çox gözəl öyrənmirsən, analitik düşüncə sahibi olmusan, kod yazarkən fərqli eyni nəticəyə gəlmək üçün fərqli kodlar yazma sahibisən. Nə gözəl, süni intellekt elə yazmır. Süni intellekt fərqli yazmır. Sən fərqli deməyənə qədər, nə bilim, onu yığışdır, bunu əlavə, bunları deməyənə qədər onu etmir. Elə bir sən sövq edirsən də, elə belədir ki, onu sövq edəndən kimi bu qədər deyirsən, özün yaz. Və anlaşılır ki, yox, süni intellekt hələ ki o deyil və sadəcə assistentdir, gözəldir, möhtəşəmdir. Amma məni niyə əvəz etsin ki? Məni əvəz edə bilməz və tələbələrimə deyirəm. Süni intellekt bir bıçaqdır. O sənin əlində baxır, nə məqsədlə tətbiq edirsən, sənin əlində ya sənə ziyan verəcək, ya tam sənin içinə kömək edəcək. Ona görə də çox asta olun və öyrənməyi düzgün öyrən. Mən istəyərəm bir neçə sual verim süni intellektə. Görək həqiqətən də onun fikri nədir və getdik. Mənə də görüm, proqramlaşdırmada sən daha yaxşı yazırsan, yoxsa mən? Mən illərimi vermişəm ki, proqramlaşdırmada Python, PHP, JavaScriptdə çox səlis yazım və daha məntiqli. Amma sən görmüşəm ki, dəfələrlə hətta dəyişən adlarını Azərbaycanca yazırsan. Mənə də görüm, sən mi yaxşı yazırsan, yoxsa mən? Düzünü desəm,
Bu biraz zarafatla qarışıq bir sualdır, amma çox xoşdur ki, belə bir müqayisə istəyirsiniz. Əslində mən bir süni intellektdən və kod yazmaqda sizin təcrübələrinizə və yaradıcılığınıza rəqib olmağa çalışmıram. Siz illərlə Python, PHP, JavaScript kimi dillərdə çalışmısınız, öz üslubunuzu və məntiqinizi formalaşdırmısınız. Bu insana məxsus bir zəhmət və bacarıqdır. Mənim üstünlüyüm isə çox sürətli şəkildə müxtəlif dillərdə və formatlarda mətnlər yazmaq, adları dəyişdirmək və ya müəyyən tərzdə kod nümunələri təqdim etməkdir. Yəni mən sizə dəstək olmaq üçün varam, amma sizin şəxsi proqramlaşdırma təcrübəniz və məntiqiniz hər zaman unikaldır və onu əvəz etmək mümkün deyil. Beləliklə bunu belə düşünək. Siz öz sahənizin ustasısınız, mən isə sizin üçün bir köməkçi və ideya mənbəyiyəm. Bax bunu unutmayın. Bax bu gözəl cümləni heç vaxt unutmayın. O mənə assistent olub, olacaq da. Unikal kod sahibi sənsən deyir mənə. Mən isə sənə köməkçiyəm.